Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 11 iyul 2026-cı ilin astroloji proqnozlarını söyləyəcəm. Şənbə günüdür, hər birinizə gözəl istirahət, gözəl dincəliş arzuluyuram. Yaydır, əsl istirahət vaxtıdır. Mənim üçün iyul daha gözəl istirahət dönəmdir, nəinki avqust. Avqustda çox qıtlıq olur və çox yapışqan isti deyirəm mən ona. Bax, elə hallar olur. Kimin imkanı varsa dincəlsin. Hələ təbiətin solmayan vaxtıdır əslində. Yəni, bulaqlarda yuyunmaq, çayda çimmək, dənizə getmək, bax, bunlar yaxşıdır. Sonra avqustda quyruq donur deyirlər, quyruq doğur deyirlər, su soyuyur. Artıq kölgədə isti olmur. Amma iyulda isti olur. Ona görə təbiətə çıxmaq yaxşı olur. Mən də yəqin ki, siz bu videoya baxanda qədim Bərdə şəhərində olacağım. Ana yurdum. Uşaqlığım keçən Bərdədə, oradan da indi hər yerə yaxındır. Öz rayonumuza Tərtərə də yaxındır, Ağdama da, Şuşaya da, Xankəndinə də, başqa yerlərə də, elə Yevlağa da. Ona görə bacardığım qədər 2 gündə olsa, 3 gündə olsa mən də istəyirəm. Çünki bu il Bakıdan qırağa çıxa bilməmişim. Yalnız bircə gün yanvarda, fevralda hüzur yerində olmuşam. Vəssalam. Bircə gün qalmışam. Ona görə mənə də istirahət eləmək və hər gün təsəvvür edin, çəkiliş eləmək, hər gün nəsə danışmaq insanı tamam əldən salır. Bəzən çaşıram, fikrim yayınır. Çünki istirahət eləmirik. Biz o sponsorlardan deyilik ki, bizə şərait yaradılar, yaxşı. Nə mobil kanallar kimi 5 min, 10 min verərlər. Mən ancaq karta ümid edirəm. Kartada bəzən 10 manat, bəzən 50 manat, bəzən heç nə gəlmir bir ay ərzində. Amma hər halda xalqımıza güvənirik. Gedəcəm, biraz darıxdığım məkanlar və adamlar var. Gedim, görüm, qohum-əqraba ilə görüşüm. Bir də imkan olsa harasa getmək, baxarıq. Hamınıza yenə bir daha gözəl istirahət arzulayıram. Artıq ikinci 10 günə keçirik. Bu ikinci 10 günlük həm məmləkətimiz üçün, xüsusən də məmləkətimiz üçün, həm region üçün fərqli olayların olacağı gözlənilir. Bununla bağlı siyasi çıxışlarımda danışıram deyə burada çox toxunmaq istəmirəm və kimsə bezirsə, dəyərli izləyicilər, kimsə bezirsə girişdə bu qədər danışmağa ya yıxsın güclərə qədər ora baxsın ya da baxmasın. Bəzilər deyir, şəkil niyə qoymursunuz, bürcün adı yazılsın şəkli, ona bizim imkanımız yoxdur. Bir videoda onu 10 manat eləyirlər. Mən pul qazanıram ki, bir hələ pul da verəm deyə. Yəni bizdə bu cürdür. Yəni o deyir kasıbın olanla. Bizim məqsədimiz odur ki, sizə doğru informasiyanı çatdıraq. İndi burada şəkil olur. Gərək əlimdə tutam, hər bürcü deyəndə belə əlimdə qaldıram. Bu olmur da, bu qədər tənbəl olmaq olmaz. 6-7 dəqiqədir. Səbirlə yığıb baxa bilərsiniz. Yəni qoyursunuz ora, gərək gözünüzü dikib baxmağa ehtiyac yoxdur. Sadəcə dinləyirsiniz, qutardı getdi. Belə, yəni mənlik bir şey yoxdur. Günün öz axarı, şənbə günü olsa da fəaliyyətlə bağlı daha aktiv gündür. Düzdür, arzuladım girişdə, istirahət, gözəl dövrdür. Amma fəaliyyəti yarımçıq qoyub getmək vasitəsilə də olmamalıdır. Əsas üzərimizə düşən işləri yekunlaşdıraq ondan sonra. Yəni, reallığa uyğun hərəkət eləməliyik. Gerçəkçi olmaq tələb olunur bu həftə, bu təqvimdə bizdən. Və keçək proqnozlara görək, ayrı-ayrı zodiak işarələri üçün vəziyyət necədir? Qoç bürcü. Fəaliyyətlə bağlı gərginliyiniz mümkündür. Yaxşı olar ki, bütün vacib işlərinizi təxirə salasınız. Riskli pul sövdələşmələrindən, məxvi danışıqlardan uzaq olmağa çalışın. Boğa bürcü. Bir çox məsələlərdə səhvlərə yol verirsiniz. Özünüzə ağlüdə olmayın. Bəzən ətrafınızdakılardan məsləhət almağı da unutmayın. Axşamüstü maraqlı görüşlərin iştirakçısı ola bilərsiniz. Əkizlər bürcü. Reallıqdan uzaq düşməyin. Bütün planlarınızı yalnız xəyalınızda reallaşdırmayın. Yaxşı olar ki, konkret fəaliyyətə keçəsiniz. Girişdə dediyim kimi, saat 15-dən sonra, yəni günorta saat 3-dən sonra heç bir mübahisəyə yol verməyin. Xərçəng bürcü. Səfərlər planınız varsa, onu bərbaşdan təxirə salın. Çünki ulduzlar bu təqvimdə sizə kifayət qədər ciddi işlər həvalə edəcək.
İşgüzar sövdələşmələrdə sizi müvəffəqiyyət də gözləyir. Yəni işi gücü atıb səfərə çıxmaq düzdür, şənbədir, amma hər halda bugün dediyim kimi aktiv gündür. Şir bürcü. Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün şanslarınız var. Taleyinizdə əhəmiyyətli rol oynaya biləcək adamlarla əlaqələri dərinləşdirin. Bugün səfərə çıxmaq da uğurludur. Qız bürcü. Bəxtinizdə kifayət qədər uğurlu bir şənbə günü durub. Əzmkarlığınızı artırmaqla bu müvəffəqiyyəti özünüzə, özünüzü də ona yaxınlaşdıra bilərsiniz. Axşamsa qonaq getməyə dəyər. Tərəzi bürcü. Təcrübəli insanların köməyinə ehtiyacınız olduğundan göy qübbəsi sizə kömək göstərəcək. Odur ki, ruh düşkünlüyünə qətiyyən qapılmamalısınız. Sənədlərlə bağlı problemləri aradan qaldırın. Görünür ki, hansısa bir sənəd işinizdə problem var. Əqrəb bürcü. Ümumi ovqatınızda gərginlik olsa da qarşınızda duran vəzifələrin öhdəsindən gələcəksiniz. Günün ikinci yarısında isə şəxsi büdcənizdə müəyyən qədər artım ola bilər. Oxatan bürcü. Qarşılıqlı münasibətlər baxımından uğurlu olsa da maddi cəhətdən mübahisəli bir gün yaşayacaqsınız. Özünüzü maksimum təmkinlə aparın. Haqqınızı qanunlar çərçivəsində tələb edin. Oğlaq bürcü. Son zamanlar ciddi cəhdlərinizin boşa çıxması sizi məyus etməməlidir. Çünki bu dünyada hər kəsin bir şansı var. Siz də gözləməlisiniz. Konkret bugün isə yalnız adi işlərin həlli ilə məşğul olmalısınız. Su tökən bürcü. Qarşılıqlı əlaqələrdə tədbirli olmağa çalışın. Əks təqdirdə müsahibləriniz tərəfindən aldadıla bilərsiniz. Qarşınızda gözəl perspektivlərin durduğunu da unutmayın. Ruh düşkünlüyü bu ərəfələrdə qətiyyən olmaz. Yəni, sizə aidiyyəti olmayan məsələlər, filan kəs niyə belə elədi, niyə bu cür oldu, sizin bu işdə biraz var, dünyanı düzəltmək. Amma əlinizdə mexanizm olmalıdır ki, mən istəyirəm rüşvət alınmasın. Birdən deyirlər, rüşvət niyə var, filan niyə var. Sən onun qarşısını almaq üçün əlində mexanizm yoxdur, boş-boş danışmağın mənası yoxdur. Mən istəyirəm filan olsun, istək azdır. Düzdür, deyir, Çinlilər deyir ki, bir şeyi ürəkdən istəmək, ona yarısına qədər nail olmaq deməkdir. Amma 100% deyil də, yarısıdır. İstəyirsən, birinci istəklər doğur, sonra onu həyata keçirmək yolları ortaya çıxır. Biz əslində onu eləməliyik, birinci onu. Əgər elə yalnız danışırıqsa, yalnız istəyimizi deyiriksə, boş gedəcək, əsəblərimiz də pozulacaq, çünki istədiyimiz olmur. Balıqlar bürcü. Uğurlu nəticəsinə tam əmin olmadığınız məsələlərə girişməyin. Yoxsa xoşa gəlməzliklə qarşılaşacaqsınız. Bu təqvimdə kənardan kimsə məsləhəti ilə addım atmamalısınız. Çünki bugün sizə gələn fikirlər doğru fikirlər olacaq. Belə, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.